Salam hörmətli izləyicilərim. Bugün belə bir naxışın toxunmasını istəyirəm göstərim. Bu naxışı da papağa, jiletə, ceketə, uşaq üçün, böyük üçün fərq eləməz. Uşaq adyalına toxuya bilərsiniz. Bu ilməkləri də cüt ya tək fərq eləmir. İstəsəz cüt yığın, istəsəz tək yığın. Yəni tək ilməkdən əmələ gələn bir naxışdır. Bunun üçün sapım, burada qalın sapdan toxumuşam mən. Bu sapı belə 350 metrlik sapdır, 2 qat eləmişəm bu formada. Siz istəyirsiniz nazik, istəyirsiniz də qalın sapdan toxuya bilərsiniz. İndi mən belə bir nazik sapımı götürəcəm. Qısa formada yığacam milimin üstünə. İki, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ilmek yığıram milimin üstünə. 20 ilmek bəsdir. Buradan da bu artıq sapı da kəsirəm. Burada mən indi rezinka toxuyan deyiləm. Kim istəyir rezinka toxuya bilər. Necə istəsəz toxuya bilərsiniz. Birinci ilməni də toxuyuram. Birinci sıra olduğuna görə. Qalan ilməkləri hamısını tərs toxuyuram. İndi tərs üzdən də bütün ilməkləri hamısını tərs toxuyuram. Axırıncı ilməyi də yenə tərs toxudum. İndi bura düz üzüdür. İlməklər hamısı düzdür. Birinci ilməni götürürəm. Tərs götürürəm kənar ilməni. Buradakı ilməni 1, 2, 3, 4, 5 dəfə çıxardıram buradan. Sonraki ilməni ipi özüm tərəfə keçirtirəm. Toxumuram, götürürəm. Sonraki ilməni yenə 1, 2, 3, 4, 5 ilmək. Bu ilməni yenə götürdüm. Axıra qədər bu formada toxuyuram. 3, 4, 5. Yenə bu ilməni götürürəm, toxumuram. 1,
2, 3, 4, 5. Ben bu sap nazik olduğuna göre 5 dəfə çıxardıram. Sap qalın olanda 3 dəfə də çıxarda bilərsiniz. Yenə götürdüm. Bu ilməni toxuyuram. 1, 2, 3, 4, 5. Yine bunu götürdüm. Yanındakini yine 1, 2, 3, 4, 5. Yine 1, 2, 3, 4, 5. Bu ilmeği götürürüm. Kenarı da ters toxudum. İndi ters üzdən kenar ilmeğini götürürüm. Ben ters toxuyuram kenar ilməkləri. Bütün ilməkləri hamısını düz toxuyuram. Burada 5 ilmek çıxartmışdım. Bu 5 ilmeği 5'ini içinden de bir ilmek çıxardıram. Bu aradaki ilməkləri də hansı ki toxumamışdıq, onları da düz toxuyuram. Burada bu artırdığım 5 ilməni 5'ini də götürürəm belə. Beşindən bir ilmek çıxardıram. Bu aradakini de toxudum bura. Bunu bu 5 ilmeği 5'indən çıxardıram bir ilmek. Bunu da düz toxuyuram. Yine burada bu ilmeği bu tarafa eləyirəm ki, bura qarışmasın. Yine 5 ilmekten birini çıxardıram. Tek ilmeğini de toxumadığım ilmeğini de toxudum. Bunu əvvəlcə belə ayırın ki, bu ilməkdə onlara qarışıb. Birdən görsən bu da qarışır ora. Altısını birdən götürdüm. Bunu da götürdüm. Kenarı ters toxudum. Şimdi bura düz üzüdür. Düz üzündən indi kenar ilmeğini götürürəm.
Qalan ilməkləri hamısını düz toxuyuram. Birinci sırada necə başlamışdıqsa, düz ilməklərlə. Burada da ilməkləri toxuyuruq, düz üzdən ilməklər hamısı düz olur. Tərs üzdən də ilməkləri hamısını tərs toxuyuram. İndi düz üzdən belə bir sapımı da bağlayıram ona. İki rəngdən olduğuna görə siz onu iki rəngdən, üç rəngdən, neçə rəngdən artıq qalan saplarınız varsa o saplardan bağlayıb toxuya bilərsiniz. Kim neçə rəng istəyir, o qədər də rəng dəyişimi eləyə bilərsiniz. Mən indi iki rəngdən eləmişəm. Kənarı götürürəm, yenə rəng dəyişdiyimə görə birinci ilməni yenə toxuyuram. Burada yenə birinci ilməni götürürəm. 1, 2, 3, 4, 5 ilmək. Yanındakı ilməyi toxumadan götürürəm. Yenə 1, 2, 3, 4, 5 ilmək. Bu ilməni yenə də toxumuram. Yine 1, 2, 3, 4, 5 ilmek yanındakini toxumuram, götürürəm. Yine de 1, 2, 3, 4, 5 ilmek. Bunu götürürəm, kənarı da tərs toxuyuram. Kənarı götürürəm indi. Bu toxumadığım ilməkləri də düz toxuyuram. Burada rəng dəyişdiyimə görə bu ilməklər görünür açıq. Yenə bu 5-indən bir ilmək çıxartdım. Buradan birindən 5 eləmişdim. Yenə bu ilməkləri də toxuyuram. Beş ilməkdən birini çıxardıram.
Axıra qədər elə eyni toxuyuruq. İndi bundan sonraki sırada yenə başqa rəngdə bağlaya bilərsiniz. İstəsəz iki rəngdə elə dəyişə-dəyişə toxuya da bilərsiniz. Kənarı da tərs toxudum. Düz üzdən formada bir naxış alındı. İndi bu üzdən düz üzüdür. Bütün ilməkləri hamısını düz toxuyuram. Formada arxa üzdən də yenə bir sıra tərs toxuyuruq. Formada belə bir naxış alınır. Bunu indi istəsəz bu rəngi, mən buradan kəsmirəm, bu rəngi buradan təzədən birinci sırada olduğu kimi toxuya bilərsiniz. Ya da bir ayrı bir rəng varsa, istəsəz toxuya bilərsiniz. 3 rəng, 4 rəng, kim necə istəyir elə də toxuya bilər. Çox rəng olanda daha qəşəng görünür bu formada. Əgər bəyəndinizsə, abunə olmağı, bəyən düyməsini də basmağı unutmayın. Sağ olun, gələn videomda görüşənə qədər.